Biri var idi, biri yox idi. Bir nənə ilə baba var idi. Bir gün baba deyir ki, nənəyə deyir ki, qoğal bişir. Sonra nənə unu yoğurur, və xəmir eləyir. Və onu da onunla da qoğal düzəldir. Kasaya qoyur. Tavaya qoyur. Qızardır, Və bişirir. qızardır, bişirir. Soyması üçün də pəncərənin ağzına qoyur. Soyması üçün. Soyması üçün pəncərənin ağzına qoyur. Sonra qoğal dığırlanaraq pəncərədən stolun üstünə masadan döşəməyə, döşəmədən də sonra qapının ağzına, oradan eşiyə, otların arası ilə dığırlana darvazaya, oradan da çox uzaqlara gedir. Sonra dovşanlar rast gəlir və dovşan deyir, sən nə qəşəng qoğalsan, gəl, mən səni yeyəcəm. Sonra isə qoğal deyir, dovşan qardaş, məni yemə, mən sənə mahnı oxuyaram. Sonra başlayır oxumağa. Undum nədir? Un idim də, yəni əvvəl unuydum, qoğal olmuşam. Ondan düzəlir bax. Undum, qoğal olmuşam. Undum, qoğal olmuşam. Nənədən süd ilə yoğrulmuşam. Babadan da qaçmışam. Nənədən də qaçmışam. Səndən nə var qaçmağa deyib, dığırlana gedir. Sonra o canavara rast gəlir. Canavar deyir, mən səni yeyəcəm. Sonra qoğal deyir, canavar qardaş, məni yemə, mən sənə mahnı oxuyaram. Undum, qoğal olmuşam, südü ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Dovşandan da qaçmışam, səndən nə var qaçmağa? Deyir, dığırlana yoluna davam eləyir. Sonra ayıya rast gəlir. Ayı deyir, mən səni yeyəcəm. Sən nə qəşəngsən, mən səni yeyəcəm. Sonra qoğal deyir, məni yemə ay qardaş, mən sənə mahnı oxuyaram deyir. Başlayır oxumağa mahnını. Undum, qoğal olmuşam, südü ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Dovşandan da qaçmışam, canavardan da qaçmışam. Səndən nə var qaçmağa deyir, dığırlana yoluna davam edir. Və bir tülküyə rast gəlir. Tülkü deyir, sən nə qəşəngsən ay qoğal. Sən nə qəşəngsən ay qoğal. Sonra isə qoğal başlayır mahnı oxumağa. Undum, qoğal olmuşam, südü ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Dovşandan da qaçmışam, canavardan da qaçmışam. Ayıdan da qaçmışam, səndən nə var qaçmağa deyir. Sonra isə tülkü deyir, kaş ki eşidə bilsəydim, mən qocalmışam deyə eşidə bilmirəm. Çox yaxşı mahnıdır. Deyir, bəs sən mənim üçün burnumda durub yenə danışa bilərsən, eşitmək istəyirəm mahnını. Sonra qoğal atlanır onun burnuna və başlayır. Undum, qoğal olmuşam, südü ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Dovşandan da qaçmışam, canavardan da qaçmışam. Ayıdan da qaçmışam, səndən nə var qaçmağa deyir. Çox əla mahnıdır. Amma heyf biraz da yaxşı eşidə bilsəydim. Kaş ki biraz da yaxşı eşidə bilsəydim. Deyir, sən ən yaxşısı gəl mənim üçün dilimin üstündə dur və təzədən danış mahnını. Sonra qoğal onun dilinə hoppanır və deyir, undum, qoğal olmuşam. Yox, heç oxumağa ehtiyac qalmır. Tülkü tez onu
dilinə o banan kimi tülkü ağzını açır və onu Ap eləyir, onu Ap yeyir. eləyir, onu yeyir. Bəli. Tülkü hiyləgərdir də, düzdür?